Bəlkə əyrişimi görübsünüz. Bəlkə başınız aşağı eləyən hərəkətim olubdur. Mən düz gedib düz gələn insanlardanam. Sən durub birdən-birə məni beldən aşağı hara vurursan? Mənim uşaqlarım 5 oğlanın içində hörmətli, özü ikisi də hörmətli uşaqlardır, bilirsən. Tanıyıram. Mənim balalarım çox hörmətli və qeyrətli uşaqlardır. Onlar birinlə sözü çəpkələr, insandır da. 5 oğlanın içində biri qalxar der, gid anağın dərdini çək. Neyini yer mənim balam? Niyə mən bu saç elə belə ağartmışam? Niyə? Boş-boşunadır. Mən şairəyəm. Allah hamının işindən, peşəsindən özünə xeyir versin. Mən bugün də onunla problem yaşamaq istəmirəm. Uduzmusan bala. Artıq sənin problemin mənlə deyil, sənin problemin devlətlədir. Get başının çarəsinə bax. Niyə tələb eləmirsən bəs? Tələb eləyirəm, hanı görmürsən? Niyə görə? Maraqlı mənə gəlir. Sən Nərimanov rayonunda məhkəməyə müraciət eləmirsən. Və Nərimanov rayonu icra aprobasiyası bunu etməyildi. Birdən-birə nə sənin, nə Fatimə Fətəliyevanın heç birimizin qeydiyyatı Nəsimi rayonuna deyil. Nə gəzir orada? Birdən-birə Nəsimi rayonuna niyə gedir icraat? Bu səni maraqlandırdı mı? Yəni, adiyyatı qurumları dedi mi ki, niyə mənim məsələm gedib başqa rayona? Bu yaxında bir dostum mənə dedi ki, səninlə görüşmək istəyirəm. Mən getdim görüşünə. Dedi ki, sənə niyə görə gəlmişəm görüşə? Filan məclisdə sənin haqqında geniş müzakirə gedib. Elə bir ki, çağırmısan mənə qurban kəsməyə, mövzu Nazilə dəxli yoxdur, qurban qalıb qıraqda. Deyər orada deyir, biz dedik ki, Nazilə mərd qızdır.